kainat nə qədər böyükdür? Bəs biz bu nəhənglik içində hardayıq? Bu sualın cavabını bəşəriyyət tarixinin ən məşhur fotoşəkillərindən biri verir. Onun adı solğun mavi nöqtə. 14 fevral 1990-cı il Voyager 1 kosmik gəmisi yerdən 6 milyard kilometr uzaqlıqdadır. O, Günəş sistemindən çıxmaq üzrədir. Carl Sagan'ın təkidli xahişi ilə NASA son əmri verir. Dön və evə bax. Bu nöqtəyə bir daha baxın. Ora evimizdir. O bizi. Sevdiyiniz hər kəs, tanıdığınız hər kəs, adını eşitdiyiniz hər kəs. Yaşayan da ölmüş olan hər bir insan onun üzərindədir. Bütün sevincimizin və kədərimizin cəmi, minlərlə bir-birini təksib edən din, ideologiya və iqtisadi doktrinalar. Hər ovçu və toplayıcı, hər qəhrəman və qorxaq, sivilizasiyaların hər yaradıcısı və məhv edicisi, hər kral və kəndli, hər aşiq gənc cütlü, hər ana və ata, ümid dolu uşaq, ixtiraçı və kəşfiyyatçı, hər əxlaq müəllimi, hər korrupsioner siyasətçi, hər ulduz, hər ali lider, bəşər tarixinin hər müqəddəsi və günahkarı orada, Günəş şüasında asılmış o toz zərrəciyində yaşadı. Carl Sagan bizə xatırladır. Bütün o generallar və imperatorların axıtdığı qan çayları, qazandıqları qələbələr, bütün bunlar bir toz zərrəciyinin bir anlıq ağası olmaq üçün idi. Bizi bu nöqtədən xilas edəcək heç kim gəlməyəcək. Biz buradayıq və qalacağımız yeganə yerdə burasıdır.